İndi bu ağac götürüldü, yəni vaxtında aşan kimi götürüldü, amma elə ərazilər var ki, ağac aşır, hərəkəti dayandırır, həm avtomobil sürücüləri üçün, həm piyadalar üçün, amma ağacı götürmürlər ki, rəy olunmalıdır, çox qəribədir. Məsələn, paytaxtın Yasamal rayonunda bir müddətdir yola aşan ağacı kəsib götürən, yığışdıran yoxdur. Aşan ağac sakinlər üçün narahatlıq yaradır, söhbət yüzlərlə insanın istifadə etdiyi küçədən gedir. Niyə aşan ağacı kəsib yığışdırmırlar? Yəni bunu da biz mi göstərməliyik ki, aidiyyatı qurumlar görsün? Hər halda söhbət iri gövdəli ağacdan gedir. Yəni gözün nə qədər zəif olsa da görünür. Niyə görmürlər və ya görmək istəmirlər? Nəhayət problem yaradan ağacı nə vaxt götürəcəklər? Bütün bu suallara əməkdaşlarımız cavab axtarıb. Sujeti izləyək. Maraqlıdır ki, bu məsələ nə ilə izah olunur? 2 ay yaxındır ki, yolun hərəkət istiqamətinə aşan ağac piyada və sürücülərin hərəkətinə çətinlik yaradır. Söhbət Yasamal rayonu Behbuş-Şaxtatinski küçəsi ilə Məhəmməd Hüseyin Şəhriyar küçələrinin kəsişməsindən gedir. Ərazidə hərəkətin intensivliyi nəzərə alınarsa, problemin bu qədər müddət davam etməsi suallar doğurur. Ağacın üzərindəki kəsik izlərini aydın şəkildə görmək mümkündür. Görünür ki, ağacın ərazidən götürülməsinə cəhd edilib, amma nədənsə son anda fikirlərlə daşınaraq işi yarımçıq saxlayıblar. Bu ağac biraz əyilmişdi, onsuz da küləkdən qabaq. Bu güclü külək olandan sonra biraz da əyildi. Şikayət olundu, gəldilər kəsməyə, o mişər yerdə görürsən oradan. Gəldilər kəsməyə, onlara zəng gəldi, dedilər kəsməyin qaydındalar. Onlar çıxdılar, getdilər. Bütün maşınlar da deyir buralara. Təhlükədə tokların üstünə yıxılır. O ağacı götürmürlər də, kəsmirlər, eləmirlər. Burada əziyyət çəkirik, dərdəvə keçirik, yolumuz da buradandır. Bir də ağac ilişib qalıb, baxan yoxdur küçəyə. Problemimiz ağacdır, burada həmişə probka yaranır, maşına keçə bilmir, nə piyada keçə bilirik biz buradan, nə maşınlar keçə bilir. Hər an burada təhlükədir, birinci növbədə maşınla çətinlik çəkirik, həm də tıxac yaradır. Sözü gedən ünvanda gündəlik olaraq mənzil kommunal istismar sahəsinin əməkdaşları tərəfindən təmizlik işləri aparılır. Sözsüz ki, onlar da bu mənzərə ilə qarşılaşıb və aidiyyəti üzrə məlumat veriblər. Maraqlıdır, aidiyyəti qurum bu ağacı yoldan niyə götürmür, problemi görməkmi istəmir, yoxsa məsələnin həllini tapması üçün televiziya mı işıqlandırmalıdır? Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən ATV xəbərə bildirildi ki, həmin ağacın ərazidən götürülməsi üçün müvafiq dövlət qurumu tərəfindən rəy olmalıdır. Bu rəy olmadığına görə ağacın doğranılaraq ərazidən yığışdırılması təxirə salınıb. Dövlət Ekoloji Ekspertiza Agentliyindən isə bildirildi ki, həmin ünvandakı ağacın götürülməsi ilə bağlı agentliyə müraciət daxil olmalıdır. Ancaq bununla bağlı müvafiq torpaq mülkiyyətçisi tərəfindən müraciət edilməyib. Agentliyə müraciət daxil olduğu təqdirdə ekspertlər tərəfindən əraziyə baxış keçiriləcək və müvafiq rəy verilməsi məsələsinə baxılacaq. Yasamal rayon bələdiyyəsindən isə bildirildi ki, bu ayın əvvəlində Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəy verilməsi ilə bağlı müraciət ünvanlanıb və bunu təsdiq edən sənədi də göstərdilər. Nurlan Şiraliyev, Pərviz Əliyev, Sənan Bəhrəmli, ATV xəbər.